Hər vaxtınız xeyir. Bugün Nəriman metrosu yaxınlığında Əliyev küçəsində There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. metroya təxminən piyada 5-6 dəqiqəlik məsafədə yerləşən və kifayət qədər də müştərilər tərəfindən geniş tələb görən bir bina olan Seven Star Residence-dəyik. 16 mərtəbəli yeni tikilinin 7-ci mərtəbəsində yeni təmirdən çıxmış və 3 otağa ideal şəkildə düzəldilmiş tam keyfiyyətli və əşyalı bir mənzil təqdim edəcək sizə. Binanın həyətyanı sahəsini göstərirəm. Hal-hazırda sizə son tamamlama işləri gedir. 2 mərtəbəli yeraltı avtoparkingi var. Uşaq meydançası, hər şey tam olaraq nəzərə alınıb. Besetkalar və digər lazım infrastrukturlar. Binanın altında supermarket də var, uşaq bağçası da var və hər şey, bir daha gedirəm, tam infrastruktur nəzərə alınmış vəziyyətdədir. Kifayət qədər səliqəli blokları, geniş yeraltı avtoparkingi, sürətli liftləri, hər şey yüksək səviyyədə olan binalardan biridir. Metroya isə yaxınlıq, gördüyünüz parmağımı tuşladığım binalar, metro parkda üzbəüz binalardır. Maksimum piyada yaxınlıq 5-6 dəqiqəlik məsafədədir. Keçək mənzilə. Xol hissədən adət olaraq xol hissədən başlayıram hər zaman. Yenə belə davam eləyək. Mənzilimizin geniş, kifayət qədər bu ölçüyə uyğun, bu ölçüyə nəzərən deyirəm, kifayət qədər geniş bir xol hissəsi var. Döşəmədə əlanöv qranit və kant işləmələri görürsünüz. Giriş qapımız, giriş qapısından girdikdə sağ istiqamətdə mənzilin ümumi sanuzeli yerləşir. Burada əsas yataq otağı yerləşir. Giriş qapısı ilə üzbəüz belə bir əla teksturalı dresuar dekora edilib. Tam boy gizli işıqlı güzgü ilə gördüyünüz kimi və daraq panellər, orsiklo panellər əla rəng qatıb xol hissəyə. Burada ikinci yataq otağı yerləşir. Daha sonra giriş qapısından solda belə bir ayaqqabılıq və asılqanlıqla birlikdə əla bir mebel dekora edilib. Domofon sistemi, elektrik şiti bu arada Panasonic'dir. Mənzilin təmiri zamanı kifayət qədər keyfiyyətli inşaat materiallarından istifadə edilib və ən əsası qonaq otağı. Mənzilin 3 otağa düzəlməsi məhz qonaq otağının mətbəxlə birlikdə studiya edilərək düzəldilməsi ilə əldə edilib. Bir daha edirəm, kifayət qədər gözəl, rəngli və keyfiyyətli bir təmiri var. Son dövrlərin dəbinə uyğun döşəmədə əla növ bambuk parketindən istifadə edilib. Qonaq otağı boyu İngilis yolkası teksturasında vurulub və əla bir qonaq otağı dekor edilib. 73 kvadrat ölçü tam olaraq mənzildə özünü göstərir. 4 nəfərlik bir yemək masası yerləşdirilib. Dəyərli bir masadır. İstəyə uyğun bunu başqa ölçüdə də dəyişdirə bilərsiniz. Və belə bir üçlü yumşaq dəstdən, divan və 2 ədəd kreslodan istifadə edilib. Divan arxalığı belə deyək, daraq panellər və gips panellərdən istifadə edilərək bura işıqlandırmalar, faskalı güzgülər əla dekor edilib. Eyni dekor TV stand sağ və sol hissəsində də tamamlanıb. TV altlığına qədər, TV-yə qədər hər şey quraşdırılıb. AUX markalı kondisionerlər hər 3 otaqda yerləşdirilib. Qonaq otağında məhz qapı üzərindədir. Mətbəxdə isə yenə əla əşya planlaması həyata keçirilib. Sizin rahatlığınız və funksionallığı qorunub mətbəx mebelinin. Soyuducu yerləşimi sol tərəfdə belə bir qara şüşəli bir əla görünüşlü bir soyuducu yerləşdirilib. Penal hissə isə soyuducu ilə üzbəüz sağ istiqamətdə Ardo markalı bir mikrovolnovka və Ardo markalı bir elektrik sobasından istifadə edilib. Üzəri və sinəliyi mərmərlə, süni mərmərlə işlənib. Yenə qaz və gizli aspirator yerləşdirilib. Əlavə olaraq burada moykanın yerləşimi nəzərə alınıb, qabyanın yerləşimi nəzərə alınıb və burada isə paltaryan yerləşimi həyata keçirilmiş vəziyyətdədir. Tam boy yığılıb bu mətbəx mebeli və bu mətbəxdə siz iş görərkən videonun əvvəlində göstərdiyim panoramanın mən bu pəncərədən göstərirdim. Buradan həyətyanı sahəyə olan baxışın şahidi olacaqsınız. İndi isə keçək yataq otaqlarını təqdim edeyim sizə. Hər iki yataq otağı olduqca gözəl tərtib edilib. Bu yataq otağı digərinə nisbətən biraz kiçikdir, lakin burada böyük yataq otağı tipində əslində tərtib edilmiş vəziyyətdədir. Böyük ölçülü bir yataq dəsti quraşdırılıb və yataq arxalığı qubqa və faskalı güzgülərlə əla dekor edilib. Tumba üzərləri isə yenə gips panellər, faskalı güzgülər və bura işıqlandırmalar əla yaraşıb bu yataq otağına. Tam əşya yerləşimi həyata keçirilmiş otaqlardır. Gömə bir qardirob mebeli yerləşdirilib. İkili güzgü qapaqlar və ikili isə membran qapaqlarla yenə
bu otağın ölçüsünə uyğun bir əlavə bir TV yerləşdirilib, make-up masası yerləşdirilib. İstəyə uyğun bunu yazı masası və yaxud iş masası kimi də istifadə edə bilərsiniz. Kondisioner buraşımını isə gördüyünüz yuxarı istiqamətdə. Bir balkonu var mənzilin. O balkona da bu otaqdan daxil ola bilirsiniz. Kifayət qədər geniş ölçülü bir balkondur, həm də texniki balkon kimi tərtib edilib. Kombi sistemi, kollektor sistemi və qaz sayğacı burada yerləşdirilmiş vəziyyətdədir və buradan da həyətyanı sahəyə baxış açılır. Qarşısı açıq gün düşən bir mənzildir. Yəni baxış keçirdiyiniz zaman şahid olacaqsınız buna. İndi isə əsas yataq otağın və sonunda isə sanuzelini təqdim edəcəm sizə. Burada ölçü kifayət qədər genişdir bu yataq otağında. Daha böyük ölçülü, daha rahat bir yataq otağıdır. Yenə burada da böyük ölçülü bir yataq dəstini görürsünüz. Əla dekor işlənmələrini görürsünüz yataq üzərində. Faskalı güzgülər, bura işıqlandırmalar və böyük ölçülü bir qardirob mebeli, dörtlü qapıdır. Lakin digər qardirob mebelinin demək olar ki 1.5 ölçüsü böyüklüyündədir. Və burada make-up yerləşimi aypara güzgü ilə, kondisioner yerləşimi məhz make-upın üzərində, TV yerləşimi də yenə öz növbəsində yerləşdirilmiş vəziyyətdədir. Və son olaraq mənzilin sanuzelini təqdim edeyim sizə. Mənzilin sanuzelində də tam aksesuar yerləşimi həyata keçirilib. Geniş bir duş kabini hissə ayrılıb. Əla teksturalı qranitlər və duş aksesuarları quraşdırılıb. Girişlər üzbəüz belə bir qranit moydadır, böyük ölçülü. Əla teksturalı güzgüsü, su şulkaya qədər, divar içi unitaz və unitaz üzəri nişalara qədər hər şey düşünülüb və tərtib edilib. Belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Nərimanov rayonu, Nərimanov metrosuna piyada 5-6 dəqiqəlik məsafə, Əliyar Əliyev küçəsi və Əliyar Əliyev küçəsi ilə yanaşı Heydər Əliyev prospektinə də çox yaxın bir məsafədə yerləşən bir binadır. Seven Star Residence adı ilə tanınır. Son tamamlama işləri həyətyanı sahəsində gedir və sənəd çıxarış işləri də artıq yaxın günlərdə başlamaq üzrədir və bu sahədə də işlər gedir. Tam yaşayışa yaxın bir binadır. Hər şey, bütün infrastruktur nəzərə alınıb, bir daha qeyd edirəm və mənzilimiz bu binanın 7-ci mərtəbəsində yerləşir. 73 kvadrat ölçüdədir və mənzilimizə start olaraq təyin edilən qiymət 348.000 manatdır. Real arzlar endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə reklam. I drink straight, don't waste time to my place. I feel my heart erase. So catch me if I fall.